C samitlərinin, yəni samitləri ilə bitən sözlərin tələffüzü haqqında danışırıq. Əgər sözün sonu B, D, G, C samitləri ilə bitirsə, iki hal özünü göstərir. Ya sondakı həmin bu samitlər özünün kar qarşılığı kimi tələffüz edilir, ya da olduğu kimi qalır. İndi baxaq, nə vaxt sözün sonundakı B, D, G, C samitləri özünün kar qarşılığı kimi tələffüz olunur. Nümunə olaraq kitab sözü qeyd edirəm. Kitab. Tələffüzdə, baxın, kitab sözündən sonra heç nə gəlmir. Heç bir söz gəlmir. Tələffüzdə B, P kimi tələffüz olunacaq. Kitab. Əgər həmin sözdən sonra samitlə şəkilçi gələrsə və yaxud da samitlə söz gələrsə, yenə də B və yaxud da D, G, C bunlar öz qarşılığı kimi tələffüz olunacaq. Məsələn, mən yenə də eyni sözdən davam edirəm. Kitablar. Tələffüzdə kitablar formasında tələffüz edirik. Yəni B özünün kar qarşılığı P-yə çevrildi. Əgər yenə də bu sözlərdən sonra samitlə başlayan hər hansı bir söz gələrsə, məsələn, kitab, rəfi. Belə bir nümunə deyirəm. Yenə baxırıq, özündən sonra gələn söz samitdirsə, buradakı B, P kimi tələffüz olunacaq. Kitab, rəfi formasında. Ümumiləşdirirəm. Yəni, sözün sonunda B, D, G, C samitləri gəlirsə, söz təkdir, baxın, söz təkdir, heç nə yoxdur yanında. Özündən sonra samitlə şəkilçi və samitlə başlayan söz gəlibsə, sondakı B, D, G, C özünün kar qarşılığına çevrildi. Amma ola bilər ki, sonu B, D, G, C ilə bitən sözlərdən sonra sait gələrsə, ola bilər saitlə şəkilçi, ola bilər saitlə söz, fərqi yoxdur. Əgər bunlardan sonra sait gəlirsə, samitlər dəyişmir. Yəni, sondakı cingiltili samitlər elə cingiltili olaraq qalır. Məsələn, deyirəm ki, kitab al. Baxıram, özündən sonra gələn söz saitdir, saitdir. Deməli, kitab necə tələffüz olunacaq? Kitab formasında tələffüz edildi. Mənə elə gəlir ki, bu qaydanı, yəni kar cingiltilini qarşılıq olaraq bilən şagirdlər bu qaydada çətinlik çəkmirlər. Amma burada bir istisna məqamı var. Həmin istisna məqama mən toxunmaq istəyirəm. Dilimizdə bəzi sözlər var ki, onlar ya 3 hərfli, ya da 2 hərfli sözlərdir. Yəni, quruluş baxımından sözlər bu formadadır. Baxın, samit, samit. Üstəgəl, sait, üstəgəl samit formasındadırsa. Nə nümunə gətirə bilərəm mən bu sözlərə? Məsələn, yad, yod, qab, bəd, cod, dad. Baxın, samit, sait, samit formasındadır. Əgər sözün sonu, daha doğrusu sözün sonu B, D, G, C ilə gəlsə də, bu tip sözlərdə samit, məsələn, buradakı D, B öz qarşılığına çevrilməyəcək. Bu istisna məqamımızda. Çevrilmə olmur. Yod, elə yod kimi tələffüz olunur. Yəni, qarşılığına çevrilmə yoxdur. Özündən sonra samitdə gəlsə, samitlə başlayan şəkilçi söz gəlsə və yaxud da ki, heç nə gəlməsə, yenə də fərqi yoxdur. Necə tələffüz olunacaq? Olduğu kimi. Məsələn, qab, necə tələffüz olunur? Olduğu kimi tələffüz olunur. Və yaxud da digər bir məqam, ola bilər ki, sait, samit forması yox, daha doğrusu samit, sait, samit forması bu formadan başqa, belə bir formada görə bilərik. Sait, üstəgəl samit. Və sözün sonu B, D, G, C samitlərindən bitir. Məsələn, ad, daha sonra nə deyə bilərik? Ud, ac, od və s. Bu tipli sözlərdə yenə də eyni qayda. Sondakı D, C dəyişmir. Olduğu kimi qalır. Məsələn, topluda bizim belə bir nümunəmiz var. Testlərin birində, fonetika testlərinin birində odulamaq sözü verir. Odulamaq. Sözü tələffüz eləyəndə necə tələffüz eləyirik? Od-da-maq. Dəyişən nə oldu? Dəyişən L-ya çevrildi, Q-ya çevrildi. Amma baxın, diqqətlə baxın, D hissəsində fərq yoxdur. Yəni, D, baxın, D, elə D kimi də tələffüz edildi. D, T-ya çevrilmədi. Deməli, nə vaxt çevrilməz? Əgər samit, sait, samit formasını görürüksə və sait, samit formasında sözün sonundakı B, D, G, C samitləri çevrilmir. Öz kar qarşılığına çevrilmir. Amma burada da istisna bir məqamımız var, süd sözü var. Süd sözündə, baxın, süd, yuxarıdakı dad, yad, bu tipli sözlərdən, yəni 3 samit, sait, samit formasındadır. Amma süd sözündə çevrilmə olur. Süd formasında tələffüz edirik. Yəni, süd sözü bu qaydaya istisnadır. Bir neçə nümunəyə baxaq. Gəlin, elə B, D, G, C samitləri haqqında bir neçə nümunəyə baxaq. Əsasən də hər zaman bunu vurğulayıram. Ola bilər ki, fonetik təhlil zamanı sizə söz birləşməsi verilib. Məsələn, nə deyirəm? Qənd,
Zavodu. Belə bir nümunə verib. Zavodu. Şagirdlər məsələn verir bu nümunəni və deyir ki, birinci sözün və yaxud da ki, söz birləşməsinin asılı tərəfi fonetik təhlilini apar. Şagird götürür bu sözü ayrılıqda tələffüz eləyir. Amma əgər söz birləşməsi formasında verilibsə, ayrılıqda o sözü tələffüz eləyə bilmərik. Bax, buradakı bu samitin bura təsirini görməliyik və ona uyğun tələffüz eləməliyik. Yəni qənd, zavodu, zavodu.